hazırda ciddi itki sayılır. Ve qardaşıma başlayır. Hər iki komanda uğurlar bu oyunu sizin üçün Mustafa Kemal şərh edəcək. Kalyo sağa çevirdilər indi oyunu. Nərman Axundzadə onun üçün daha ideal, daha əlverişli olan mövqedə sağ cinatda hücuma qoşulur. Nərman ayaq saxladı, keçdi rəqibinə. Nərman Axundzadə yerlə ötürmə, ikinci cəhd və Cristian Avram çıxartdı topu. Baxırıq bizdə az öncəki epizodda Nərman Axundzadənin keçidi və sonra Cristian Avramın seyvi. Qarabağ rəqibə göz açdırmır ilk dəqiqələrdən. Araz Cansuvan bütün komandayla müdafiə olunur. Zərbə top qapının üstündən meydanı tərk elədi. Bu Musa idi. Musa Qurbanlının zərbəsi. Zərbə indirə bilər burada. Toral Bayramov. Zərbəsi və gol! Toral Bayramov! Qapıya çəkilmiş tabloydu bu. Toral Bayramov'dan. Hiss elədim sanki. Bu anda Toral Bayramov məsuliyyəti üzərinə götürəcək və bu mövsüm Qarabağ formasıyla Araz Cansuvanın qapısında keçirdiyi 4-cü qoldu Toral Bayramovun. Cərimə zərbəsindən topu fırça kimi istifadə elədi. Cristian Avram sola meyilləndi, top sağa gəldi. Toral Bayramov imzasıydı bu. 1-0. Qarabağ hesabda öndədir. Yazının cavabı necə olacaq? Muhakkasi Makala yerlə ötürmə. Şarboli, Bolinin zərbəsi Kohalski. Hesabı açıq. Gəlin. Mükəmməl. Dokunmadı. Əsas vaxtında son 5 dəqiqə 40-cı dəqiqədə haqlı oldu ötürmə. Qapı önünə və son anda Patrik Andrade topu boş qapıdan çıxarır. Bu da Pedro Mikalyonun zərbəsi. Bax burada Patrik səhvsiz oynayır. Lazım olan anda, lazım olan yerdə idi. Oyunun 28-ci dəqiqəsinə etibarən bir nəfər azlıqda qalmasıydı. Belə ki, Slavik Alkasov qırmızı vərəq almışdı. Sağ cinahdan Qarabağ hücumu. Nərman əl oynadı. Musa Qurbanlı topu Nərmana qaytarır və bu da Nərman Axundzadə. Gol! Oyunun 41-ci dəqiqəsi. Nərman Axundzadə hesabı 2-0 eləyir. Golun adı Nərman Axundzadə. Musa Qurbanlı ilə çox gözəl anlaşdılar. Bu qola, bu günlərdə, bu anlarda Nərmanın çox ehtiyacı var idi. Nərmanın yanına o da təbriklərə qoşuldu və Nərman Axundzadə komandası ikinci qolunu imza atır. Musa Qurbanlının burada ötürməsini də qeyd etməliyik. Bəlkə özü də zərbə edirə bilərdi, amma gözlədi. Nərman özünü çatdırdı həmin nöqtəyə və xəsislik eləmədi. Ötürmə verdi. Hücumda vaxt gözürsün, amma hələ ki bunu hiss eləmək olmur oyununda Elmar Baxşıyevin komandasına. Montiel. Musa Qurbanlı. Musa uzaqdan zərbə Cristian Avram. Yaxşı oynadı. Yaxşı zərbə, yaxşı qurtarış. Baxırıq hepsi onun təkrarına. Zərbə necə yaxşı olunmuşdu Musa'da. Biraz da top. Top yenidən Qarabağda. Musa Qurbanlı. Musa'nın zərbəsi blok. Ömər Buludov'da. Montiel. Montiel. Bir qola imkan vermədi. Bizə baxırıq. Həmin zərbənin təkrarına bir hərəkəti ilə aldatdı Montiel. Həqiqətən də meydandakı oyunu çox yüksək qiymətləndirilməlidir. Sevgi məktubu yazırmış kimi oynayır Montiel. O qədər incə, o qədər zərif. Diqqətlər Montiel'in üzərində. Montiel zərbəsi. Collu sətdə dəyən top istiqamətini dəyişir. Qarabağ korner qazanır. Qazancı korner olur, yoxsa yox penaltı. Bir anlıq mən də bildirir baş hakimə. Bizə baxırıq. Top mənə dəydiyi bəli görünür epizodda. Montiel yaxınlaşır. Montiel və 3-0.
Muytiel Qarabağ forması ilə ilk golunu vurur. Qarabağ 3, Araz Naxçıvan 0. Cristiano Avram əslində cinaha müəyyənləşdirmişdi, amma topa çatmaq. Qarabağ komandası Berlin Ağrı. Gələn golun Berlin adını bilirəm. Komandası 33 xalla birinci yerdə, 31 xal olan Sabah ikincidir və bizi bir neçə gün sonra Qarabağ Sabah dueli gözləyir. Leandro Andrade və 4-0. Golun adı Leandro Andrade. Hər şeyi özü etdi, nöqtəni də özü qoydu Leandro Andrade. Leandro Bəxtiyardan keçdi, rahat şəkildə. Bir də Bəxtiyardan keçdi və ardından topu Avramın götürə bilməyəcəyi nöqtəyə uzaq altılığa yolladı. Suallar var idi ki Qarabağda. Abdullah Zubir də bir qədər sonra meydana daxil olacaq Qarabağ komandasında. Şarboliyev. Barkoxen, D götürmə, Ramon Machado, qapçıyla tək-tək, Machado yerdə, qərar, penalti. Koxalski burada Machado'ya qarşı qaydanı pozdu, Araz Naxçıvan fərqi azalda bilər. 3 topu indirə bilər fərqi Araz Naxçıvan. Matej Koxalski, baxaq. Hop, burada bəli, keçirdi və Koxalski ayaqları ilə durdurdu. Amma burada bir sual var indi. Oyundan kənar vəziyyətdə olub-olmaması da müzakirə mövzusudur hazırda Ramon Machado'nun. Yada salırıq və görək bu dueldən qalib ayrılacaq və qərar qüvvətə qalır, penaltidir. İşarə gəldi. Və bu da 4-1. Top qapıdan keçir. Qarabağ Araz Naxçıvan oyununda fərq azalır. Ramon Machado fərq azaldı. Elvin Cəfərquliyev Bikalyonu əvəzləyir. Zubir isə Leandro'nu. Machado penalti qazandı. Nərmanla Kamilo Duran istiqamətinə. Duran top onda. Kamilo Duran burada zərbə indirmədə ötürmə verdi, amma bax bu epizod. Aha, indi Rəşid Əhmədov deyir hələ dayanmaq lazımdır, bizə baxırıq. Baxaq. Bax bu epizod bəlkə də bu epizodla bağlıdır, amma Kamilo Duran versiyası o da yıxılmadı, o da irəlilədi sona qədər. Hətta yerdə olarkən Bəxtiyarın top əlinə mi dəydi? Rəşad Əhmədov sonuncu qərarı verən şəxs məhz özü olacaq bu epizodda. İlkin penalti yoxlanılır. Rəşad Əhmədov çox baxmadı. 11 metrlik cərimə zərbəsi. Maçda təyin olunan 3-cü penalti. Buna qədər ikisi dəqiq olub. Toral Bayramov. İşarə gəlib artıq. Toral Bayramov və 5-1. Qarabağ Araz Naxçıvanı 5-1 hesabı ilə məğlub eləyir Azərsun Arenada. Süper Liqasının 15-ci turda başlayan bax bu görüşdə Qarabağ 5-1 hesablı qələbə ilə ayrılır. Qarabağ tərəfini təbrik edir Araz Naxçıvan üçün, keçmiş olsun. Vurulan qolları bir daha yada salaq. Qarabağ komandasında ikisə də Toral Bayramov və Nərman Axundzadə fərqləndilər. Qalib ayrılır. Biz artıq düşünürəm yavaş-yavaş yayımımızı yekunlaşdıra bilərik. Qardaşmanız üçün Mustafa Kemal şərh eləyirdi. Yayımın rejissoru Teyyub Məmmədov.